ümid edirəm ki, bu sizin 1 saatınızdan, 45 dəqiqənizdən öyrənmək istəsəz çox şey öyrənə bilərsiniz. Mən indi İsmail bəyi dəvət edeyim. İsmail Abdullazadə, buyurun. Stresi aydın. O stresi idarə edə bilmirsənsə, o səni idarə edəcək. Həmin o qorxu anında hadisə necə olur sizcə? Qorxu anında ürək qanı sürətlə bir növ tuşların dediyimizi pompalayır əllərə, ayaqlara. Niyə sizcə? Əllərə təzyiqlə vurur ki, əllər mübarizə aparsın, təhlükədən özünü qorusun. Ayaqlara vurur ki, oradan qaçsın, bu təhlükədən qaçsın. Amma biz imtihanda olduğumuzu təsəvvür edək. İstəyir sevdiyin işlə işləyəsən, bu insana xoşbəxtdir. İstəyir məcburiyyətdən başqa bir işlə işləyir. Amma həmin o işi sevməyə başlayır və o insan da xoşbəxtdir. Demək ki, sənin orada itirəcəyin hansısa bir bal sənin xoşbəxtliyini əlindən ala bilməz. Hər biriniz gözəl yaşamağa layiqsiniz. Hər biriniz özünüzü daima dəyərli görün. Egoist görün demirəm, dəyərli görün. Dəyərli görülürsə işinizə də dəyər verəcəksiniz. Yoldaşınızla söhbətə dəyər verəcəksiniz. Və özünüzü kiminləsə müqayisə etməyin.